Hər kəndin bir dayağı, bir yaddaşı olur. Abazalıda o dayağın adı Səringül nənədir. Kəndin ağbirçəyi. Onun məsləhəti olmadan burada demək olar kimsə iş tutmaz. Təkcə kəndin ən yaşlı sakini deyil, həm də qəhrəman anadır. Çətin olmayıb ki, bax bu uşaqları saxlamaq. 11 övlad böyütmüsünüz. O balaları elə saxlamışam. Bir qoymamışam, bir qonşunun uşaqlarla savaşalar. Qoymamışam, çorluq çəkələr. Onları mən pendirlə, yağla gömüşüm olub, nəyim olub, yaxşı günlərim olub. Yoldaşı bir rəhmətlə qoymayın, mən ölsə işə gedən. Balalar gedər, dərəyə düşər, quyuya düşər. Çox gözəl günlərim olub. 200 dənə düzə saxla, qaz saxla, quş saxla. Balalarımı belə gedirsin, belə saxlamışam. Balalar da məni belə saxlayırlar. Ay maşallah. Həyat onu çox sınağa çəkib. Ailəsini, dəyərləri qoruyub. Yeganə qardaşına da erkən yaşlarından həm ana olub, həm ata. Bugün də bir əli onun çiynindədir. Bu körpə olub, atamız anamızı gəlməsə gedib, ata-ana görməmişik. Dalımda götürüb bunu gəzdirmişəm. Əmələ salaha gətirmişəm. Əskəri gedib 3-6 ay qalıb. Gəlin gətirmişəm. Bir yerdə 5 il oturmuşam, yanımda ev tikmişəm. Bu mənim ata-baba evimin yeridir. Onu oğlan orada gedib tikildi. Bir yerdə 5 il oturmuşum ki, qardaşımın yoldaşı da yaxşı olun mənə, yaxşı. Heç mən gəlinlərimdən inciməmişəm. 11 övladla yanaşı Səringül nənə 60 nəvə, 40 nəticə, bir də kötücə sahibidir. Maşallah. Nəvələrinin arasında Vətən müharibəsi iştirakçıları da var. 14 yaşımdan namaz qılıyam. Allaha əlimi götürəyəm, dua eləyəm. Müharibədə dua elədiyim qapıda duruyordum səhər-səhər, axşam çağı. Balalarım müharibədə, yaralanı da oldu, güllədəcəni də oldu, sağ-salamat gəldilər. 4 dənə qurban kəsdim. Biz öz uşaqlarımızda elçi gedəndə biz heç vaxt o qapıya tək getməmişik. Heç elə vaxt olur özümüz də getməmişik. Demişik ki, ana sən get, elçiyimizi sən elə, biz sonra gedərik. Nənən göndərir. Bəli, bizim elçilərimizi hamısına Gəlinləri özündə əlim alır. Sağlardan bizim xəbərimiz olmayıb, özü tapıb, özü alıb, onda bizim xəbərimiz olmayıb. Bir dənə mənə dedi, mən elə hamısını sən əlləndiriyorsan, qoy birində mən əlləndiririm. Necə gözəl ənənələrdir. Ailələr belə böyüklərin sayəsində bütöv qalır. Ona görə də Abazallıya boşanma sözü yaddır. Çünki burada həyat ağsaqqalların, ağbirçəklərin sözünü dinləyərək davam edir. Günel Habil qızı, Nicat Nağzadə, Azad İbrahimov, Orxan Cahangir, ASTV Xəbər.